Macaristana köçməyin 3 yolu. Part 1. Təhsil, iş, evlilik. Bu hissədə təhsil haqqında danışacağam və danışdığım hər şey şəxsi təcrübəmdən əsaslanıb. Macarıstan və Azərbaycan arasındakı rəsmi təqaüd proqramı olan Stipendium Hungarikum vasitəsilə təqaüd qazana bilər. Bakalavr, magistr və doktorantura pilləsi üzrə müraciət edə bilərsiniz. Hər il noyabr-yanvar aylarında qəbul prosesi başlayır və Təhsil Nazirliyi ilə müsahibələrə girməyə başlayırsınız. Əgər müsahibədə uğurlu olarsanız, Təhsil Nazirliyi sizin adınızı əsas listə Macarıstan tərəfə göndərir və bir müddət sonra Macarıstan tərəfi ilə müsahibələrə girməyə davam edirsiniz. Hansı universitetlərə müraciət edə bilərsiniz? Macaristandakı ən yaxşı 4 universitet. Əgər IT sahəsindəsinizsə, ELTE və BME, maliyyə sahəsindəsinizsə, BME və Calvin'in, tibb sahəsindəsinizsə, Semmelweis Universiteti. Mən özüm ELTE Universitetinin kompüter elmləri sahəsindən məzun olmuşam. Bəs təqaüdə nələr daxildir? Tam ödənişsiz təhsil, tibbi sığorta və aylıq təqaüd. Bakalavr və magistr pilləsi üzrə aylıq 83.700 forin, doktorantura pilləsi üçün isə 140-180 min forin. Bəs soruşa bilərsiniz ki, bu təqaüd bəs edirmi? Əgər bu suala 4-5 il öncə cavab vermiş olsaydım, deyərdim ki, bəli, bəs edir, amma indi heç cürə bəs etmir. Əgər siz yataqxanada qalmağı seçmiş olsaydınız, o zaman təqaüdün yarısını yataqxana xərcləri üçün ödəməliydiniz. Amma yox, əgər kirayədə qalmaq istəyirsinizsə, onda təqaüdün hamısını, hətta biraz daha çoxunu kirayə xərcləri üçün ayırmalısınız. İndi sual gələcək ki, bu şərtlər altında necə həyatda qala bilərik? Müsbət xəbər odur ki, Budapeştdə tələbələr üçün iş imkanları hədsiz çoxdur. Həm beynəlxalq şirkətlərdə, həm fiziki işlərdə yetərincə iş imkanları var. Biz Macaristanda necə iş tapa bilərik? Ətraflı məlumat üçün Part 2-ni izləməyi unutmayın.